Mən özüm qurban kəsmişəm, amma ət gətirirlər. Nə ehtiyacım var mənə? İhtiyacım yoxdur. Və yaxud bizdə bir misal var, deyirlər, xala-xala oynayır. Bu ona aparır, qohum əqrabasına paylayır. Bəli, qohum əqrabanda əgər fəqir, miskin varsa və yaxud ehtiyac sahibi varsa və yaxud əli aşağı olan varsa, bəli, əvvəl ona lazımdır. Və yaxud kəsəndən sonra kəsdiyi qurbanın 90%-ni xaladeniklə yerləşdirir, 10%-ni aparır, fəqir fuqaraya. Və yaxud seçir, harda sümük qalıb, harda yararsız ət var, onları qoyur kənara. Harda ətin gözü var, onu pişir qoyur klyoka, öz xaladenikə. Ən yaxşısını verəsin, ən gözəlini verəsin, Allah qəbul edir. Onu da nəfs qoymur axı insanın içərisində, nəfs var, sən nə mübarizə apar, ən yaxşısını özünə saxla. Yox, indi ən yaxşısını özümə saxlamayacağım, ən pisini saxlayacağım özümə. İldə bir dəfə olur da, ət hər gün yeyirsən, sən bunu kəsirsən ki, sənin demə buna ehtiyacın yoxdur, düzdür? Sən imkanın var. Niyə ən yaxşısını saxlayırsan? Ən yaxşısını ver, o kəsə ki, çatmalıdır. O sürsümüyü özünü saxlayarsan. Allah onda qəbul eləyər. Nə bu mənada ki, əks olar. Bu şeylərə gərək cəmiyyətdə qurban kəsən insanlar diqqət yetirə. Diqqət yetirə ki, Allah əhsən şəkildə qəbul eləyər.